Polisin Sputnik Azərbaycanın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib. Əməliyyat zamanı saxlanılanlar Sputnikin Bakı filialının icraçı direktoru Igor Kartavov və şef redaktor Yevgeniy Belausovdur. Onlar qanunsuz maliyyələşmədə ittiham edilirlər. Həbslər Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasından sonra baş verib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mikhalko bildirib ki, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik Azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam. Mənim fikirlərim qurbanlar və onların ailələri ilə də. İyunun 28-də Yekaterinburqda Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatda Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanılıb, 2 qardaş öldürülüb. Ülvi Həsənli Umbaki təcridxanasına köçürülməsinə etiraz olaraq aclıq qisasına başladığı üçün 5 gündür karsa salınıb. O aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb. Ülvi Həsənliyə ailəsi ilə görüşə icazə verilməyəcəyi də bildirilib.